Əslində süni intellekt mən verilişlərimin birində də belə bir araşdırma aparmışdım. İlkin yaradılanda o insanlığa xeyir üçün yaradılmışdı. İndi bax, süni intellekti müxtəlif sahələrdə biz izləyə bilirik. Düzdürmü? Bu tibbdə də istifadə olunur. Hətta bu gün süni intellektlə belə deyək də yazı müsabiqələrində yazılar təqdim olunur, əsərlər təqdim olunur. Qrafik təqdim edir, diaqram verir. İnsana hardasa çox belə deyək də ziyansız, zərərsiz bir şey kimi görünür. Amma indi sən təsəvvür et ki, müəyyən güclər var, qüvvələr var ki, biz informasiya müharibəsi ilə bağlı səndə bu istiqamətlərə çox toxunmuş. Həmin süni intellekti öz maraqlarından irəli gələrək istifadə edir. Artıq məncə sualın cavabı var. Maraqları nədir? Geosiyasi maraqları mı, iqtisadi maraqları mı, hədəf ölkə kimdir, hansıdırsa o hədəf ölkəyə qarşı təbii ki, süni intellekti öz istədiyi məqsədlərdən irəli gələrək istifadə edir və bu da faciəvi bir şeydir. Artıq insan deyil, süni intellekt səni idarə edir. Düzdür, o süni intellekti də idarə edən var. Amma o idarə edənin beynində nələr var? Hansı məqsədlərdən irəli gələrək bunu edir? Ali məqsədlərdənmi, yoxsa özünün o dediyim o çirkin məqsədlərlə irəli gələrək? Təbii ki, o xaosu yaradır.